Gəlin bu isə bir nadir müasir ABŞ sikkəsi barədə danışım. Bu 1994-cü ilin S işarəli gümüş Roosevelt 10 sentidir. S işarəsi onun San Francisco zərbxanasında buraxılmış Proof 10 sent olduğunu bildirir. Yəni Proof o deyəndə ki, tədavül üçün yox, kolleksiyaçılar üçün xüsusi qayğı ilə zərb olunub. Onun möhtəşəm PR69 dərəcəsində və dərin kontrastlı dip cameo xüsusiyyəti daşımasından savayı, kolleksiyaçılar üçün cəlbedici edən əsas özəlliyi belə möhtəşəm göy qurşağına bənzəyən çalarlarının olmasıdır. Belə rəngarəng çalarlara ABŞ sikkələrində ara-sıra rast gəlinir. Adətən gümüş sikkələrin nəmişlik, maye, əl təri ilə təmasından, bəzi hallarda isə saxlanıldığı holderin tərkibindəki maddələrlə reaksiyasından ərsəyə gəlir. İşığı göy qurşağı kimi əks etdirərək mavi, qızılı, bənövşəyi və yaşıl çalarlar yaradır. Proof sikkələrdə güzgü kimi parlaq səth olduğuna görə bu rənglər daha güclü və parlaq görünür. Tonlaşma təbii, simmetrik olduqca kolleksiyaçılar belə nümunələrə yüksək məbləğ ödəyirlər. 1994-cü ilin S işarəli bu Roosevelt daima Heritage hərrac evində $1800, bizim pulla 3060 manata satılıb. Sizdə də belə gözəl çalarlı sikkələr varsa, komment bölməsinə şəkillərini yükləyə bilərsiniz. Videomu bəyənməyi unutmayın.